Deyir, özünün imanından mütmain olan bir nəfər təsmin tutur 40 gün oruç tutub, 40 gecə namaz qılacaq, axırda Allahı ziyarət eləyə. 36-cı gecə idi, yatır yuxusunda görür ki, bir nəfər buna deyir ki, sabah axşam üstü get Misgərlər bazarına, orada Allahı ziyarət eləyəcəksən. Bu nə şoqla, zoqla, sabahsa axşam üstü gedir Misgərlər bazarına, orada dolanırmış, baxır görür ki, bir dənə qoca xanım əlində bir dənə mis qazan dolandırır. Bu qoca xanım dükançılara deyir ki, mən istəyirəm bunu 6 riyala satam. Dükançılar deyir, xanım, mizan var, tərəzi var. Olmaz ki, sən hər neçəyə istədin satasan. Axırda xanım qazanı aparır bir ayrı dükana, dəqiqən elə həman şərait. Dükançı baxır buna, deyir, niyə istəyirsən 6 riyala satasan? Deyir, oğlum mərizdə dava dərmanına 6 riyal lazımımdır. Dükançı qazanı alır, 25 riyal sayır verir buna, bununla həlallaşır, bunu yola salır. Xanım gedəndən sonra bu Allahı ziyarət eləmək istəyən kişi gedir bu misgərin yanına. Deyir, heç sən deyən alverdən, hesab kitabdan başın çıxmır. Sənin buradakı həmkarları o hamısı onu 4 riyala istədi. Bəli, sən onu ondan 25 riyala aldın. Misgər deyir, mən ondan alver eləmədim ki, mən istədim o gedə uşağın dava dərmanı yerinə. Kişi deyir, o səndən 6 riyal istədi. Bəli, sən ona 25 riyal verdin. Misgər deyir, saldım çıxdım. Dedim, bu uşağın ayrı ehtiyaclarını bərtərəf eləmək üçün məcbur olmasın evində olan qalan ayrı vəsaildən aparsın, satsın. O heyndə qeybdən bir səs bu kişinin qulağına deyir ki, sillə bağlayıb oruç tutub namaz qılmaqla bizim ziyarətimizə gələ bilməzsən. Yıxılanın, zəifin əlindən yapış qalxız, biz özümüz sənin ziyarətimə gələcəyik.